Həndəsənin əsas anlayışlarıdır. Həndəsə fiqur və cisimlərin formalarını, ölçülərini, onların tərəfləri arasındakı münasibətləri öyrənən bir riyaziyyatın bir sahəsidir, bir elmdir. Və həndəsənin özü də iki hissəyə bölünür: planimetriya və stereometriya. Planimetriyada müstəvi fiqurlarını öyrənirik. Yəni necə? Müstəvi məsələn bizim əlimizdəki vərəqimiz, masamızın üzəri, lövhəmiz müstəvi sayıla bilir. Əgər çəkdiyimiz fiqurun bütün nöqtələri müstəvi üzərindədirsə, onda bu fiqurumuz müstəvi fiqur adlanır və biz müstəvi fiqurlarını planimetriyada öyrənəcəyik. Məsələn, tanıdığımız bir neçə fiqurun nümunə kimi çəkək: üçbucaq, kvadrat, dairə, çevrə, düzbucaqlı və s. Bunlar müstəvi fiqurlardır və biz bunu planimetriyada öyrənəcəyik. Sonra ikinci hissəsi isə stereometriyadır. Stereometriyada isə fəza fiqurlarını öyrənirik. Fəza fiquru müstəvi fiqurundan fərqli olaraq fiqurumuzun bir üzü müstəvidə olur, digər üzləri isə yuxarıda, yəni fəzada deyək ki, yerləşir. Buna nümunə olaraq məsələn 3D fiqurlarını gözünüzün qabağına gətirə bilərsiniz. Məsələn, kitab deyək. Kitabımızın bir üzü masanın üzərindədir, yəni müstəvidədir. Digər üzləri yuxarıda olduğuna görə bunu biz bir fəza fiquru hesab edə bilərsiniz. Burada məsələn silindirdir, konusdur, paralelipipeddir ki, onda inşallah ki növbəti dərslərimizdə öyrənəcəyik. İndi isə planimetriyanın aksiyomlarından danışaq. Aksiyom nədir? İlk öncə bunu öyrənək. Aksiyom isbata ehtiyacı yoxdur. Yəni bunu sübut etməyə ehtiyac yoxdur. Bu belə qəbul olunur. Qəbul edilmiş bir qayda deyək. Birinci aksiyomumuz ixtiyari düz xəttin üzərində olan nöqtələr və onun üzərində olmayan nöqtələr var. Yəni bu düz xəttə aid olan və aid olmayan nöqtələr var. Məsələn, bir dənə düz xətt çəkək və bu düz xəttin üzərində istədiyimiz qədər nöqtələr qeyd edə bilərik. İstədiyimiz qədər nöqtə qeyd edə bilərik və yaxud da eyni ilə bunun kənarında da, düz xəttimizin kənarında da bu nöqtələri qeyd edə bilərik. İkinci aksiyomumuz isə ixtiyari iki nöqtədən yalnız bir düz xətt keçirmək olur. Necə? Məsələn, iki dənə bizə bir nöqtə verilsin. İki nöqtə, biri A nöqtəsi, biri isə olsun B nöqtəsi. Burada nəzərdə tutulan hər ikisini kəsən bir düz xəttdən nəzərdə tutulur ki, hər ikisini kəsən bir düz xətt var. Sonra üçüncü aksiyomumuz bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. Bir dənə nöqtə və həmin nöqtədən istədiyimiz qədər düz xətt keçirdə bilərik. Yəni ürəyimiz istəyən qədər düz xətt keçirmək olar sonsuz sayda. Sonra dördüncü aksiyomumuz düz xətt üzərində olan ixtiyari üç nöqtədən biri və yalnız biri digər ikisinin arasında yerləşir. Məsələn, bu bir düz xəttimiz olsun. Bir dəqiqə. Bir düz xətt çəkək. Və bu düz xəttin üzərində olsun A nöqtəsi, B nöqtəsi və C nöqtəsi. Gördüyünüz kimi burada yalnız B nöqtəsi A və C nöqtələrinin arasında yerləşir. Sonuncu aksiyomumuzu deyək. Bunlar bir neçə dənə başqa aksiyomlar da əlavə etmək olar, amma əsas olaraq bu 5 aksiyomu bilməyiniz lazımdır. Düz xəttin ixtiyari bir nöqtəsi onu kəsişməyən iki çoxluğa bölünür. Yəni məsələn, bir dənə düz xətt çəkirəm. Bunun yuxarı hissəsi də müstəvidir. İki çoxluq deyəndə, yəni müstəvi hissəsinə. Yuxarı hissə də müstəvidir, aşağı hissə də müstəvidir. Bunu iki dənə kəsişməyən müstəviyə, hissəyə, çoxluğa bölür. İndi isə həndəsənin əsas anlayışlarından bəhs edək. Həndəsənin əsas anlayışları deyəndə nöqtə, düz xətt, müstəvi, şüa, parça, bucaq nəzərdə tutulur. Nöqtə nədir? Nöqtə ilkin anlayış olduğuna görə tərif vermirik və ölçüsü yoxdur. Məsələn, başa düşdüyümüz bir dənə A nöqtəsi tutaq ki, M nöqtəsi, C nöqtəsi və s. Sonra düz xətt isə yalnız uzunluğu var, eni və qalınlığı yoxdur və hər iki tərəfə sonsuza qədər uzada bilərik. Adətən ya kiçik hərflərlə işarə olunur, ya bir dənə kiçik hərfdən işarə olunur. Məsələn, belə bir düz xətt çəkək. A düz xəttdir, ya bir dənə balaca kiçik hərflə işarə olunur, ya da ki iki dənə böyük hərflə işarə edə bilirik. A, B düz xəttdir. Daha sonra şuanın isə başlanğıc nöqtəsi var. Məsələn, bir dənə bizə deyir o A şuası. Başlanğıc bir O şuası, başlanğıc bir nöqtəsi var və bir dənə A deyək ki, o A şuası və sonsuza qədər uzanır. İstədiyimiz qədər uzada bilərik. Sonra parça isə deyək ki, bizdən AB parçası istəyir. Bir dənə düz xətt çəkək. AB parçası deyəndə düz xətti iki hissədə məhdudlaşır. A və B. Düz xəttin iki nöqtə arasında qalan hissəsi və yaxud da ki, iki nöqtə arasında qalmış, məhdudlaşmış hissəsinə də parça deyirik. Daha sonra bucaqlar. Bucaqlar bu anlayışlardan nisbətən daha genişdir. Çünki bucaqlar bir nöqtədən çıxan iki düz xətt arasında qalan hissəyə deyirik. Bucaq deyiləcək. Və bucağın, məsələn, bizdən istəsin ABC bucağı, ABC bucağı, A,
ABC bucağı işarə edirik. Və yaxud da ki, MNK bucağı istənilib. MNK. MNK bucağı. Nəzərinizə çatdırım ki, bucaqları oxuyanda bucaq işarəsini hansı hərfin üzərinə qoymuşuqsa, onu ortada oxumalıyıq. Və bu bucaqları belə də oxuya bilərsiniz. A, B, C oxunduğu kimi C, B, A ilə də oxuya bilərsiniz və yaxud da ki, K, N, M kimi də oxuya bilərsiniz. Əsas məsələ bucaq işarəsi olan hərfin orta hissədə oxunmasıdır. Bucağın növləri var. İti bucaq, kör bucaq, düz bucaq, açıq bucaq və tam bucaq. İti bucaq 90 dərəcədən kiçik, 0 dərəcədən böyük, 90 dərəcədən kiçik bucaqlardır. Məsələn, gəlin nümunə kimi çəkək. Tutaq olsun bu A, B, C bucağı və bura olsun 30 dərəcə. Deməli, iti bucaq oldu 0 və 30 dərəcə, 0 və 90 dərəcə arasında yerləşdi. Sonra düz bucaq isə 90 dərəcəyə bərabər olur. Məsələn, MNK. Düz bucaq 90 dərəcəyə bərabər olur. Burada qeyd edək. Alfa bərabər 90 dərəcəyə. Kör bucaq isə 90 dərəcədən böyük, 180 dərəcədən kiçik olur. Diqqət eləmək lazımdır ki, məsələn, elə 91 dərəcəli bir bucaq verilib bizə. Bu 91 dərəcəli bucaq da kör bucaq hesab olunur. Və yaxud da ki, 89 dərəcə, bu da iti bucaq sayılır. Məsələn, nümunə kimi gəlin çəkək. Kör bucaq verilsin bizə. Olsun C, B, N. Bucağımız 125 dərəcə deyək. 125 olur nə? Kör bucaq. Çünki kör bucaq dedik ki, 90 ilə 180 arasında yerləşir. Sonra açıq bucaq. Açıq bucaq isə alfa bərabərdir 180 dərəcəyə. 180 dərəcəyə. Gəlin nümunə kimi çəkək. Bura olsun O, bura olsun A, burada olsun B. O, A, B bucağı 180 dərəcəyə bərabərdir. Və hətta siz testlərdə, suallarda diqqətli olun, bu işarəni, yəni transporter işarəsini görürüksə, bu 180 dərəcə verir bizə. Oldu açıq bucaq. Bir də tam bucaq var ki, tam bucaqda demək olar ki, 180 dərəcənin elə bilin ki, tam fırlanmasından da, bizim bu nöqtəmizin tam fırlanmasından yaranır. Bax, bura 360 dərəcədir. 360 dərəcə. Tam bucaq. Deməli, açıq bucaqda alfa 180-ə bərabər oldu. Tam bucaqda alfa bərabərdir 360 dərəcə. Qonşu və qarşılıqlı bucaqlar. Qonşu bucaqlar deməli bir tərəfi ortaq, digər tərəfi isə tamamlayıcı yarım düz xətt olan iki bucağa deyilik. Əsas məsələ tərifi öyrənmək deyil, qonşu bucaqların nə olduğunu anlamaqdır. Deməli, qonşu bucaqlar deyəndə nə başa düşəcəksiniz? Tutaq ki, bizə 180 dərəcəli bir bucaq verilib, olsun A, O, B. Bir dənə şua bu bucağı iki hissəyə bölsün. Şuamız da olsun, tutaq ki, C. Bura adlandıraq alfa, bu hissəni adlandıraq beta. Məlum məsələdə dedim ki, bu işarəni görəndə nə başa düşürük? 180 dərəcə. Qonşu bucaqların cəmi 180 dərəcə olur. Alfa, yəni alfa plus beta bərabərdir 180 dərəcəyə. Və suallarda adətən məsələn belə düşə bilər, belə görə rastımıza çıxar ki, qonşu bucaqlardan biri digərindən 5 dəfə böyükdür. Qonşu bucaqlardan kiçik olanı tapın. 5 dəfə böyükdür deyirsə, nə edirik? Biri x-dirsə bucağımızın, digəri 5x olur və bunları toplayırıq, 180-ə bərabər edirik. Buradan da 6x bərabərdir 180-ə, x da bərabərdir 30. Yəni kiçik bucaq oldu 30. Böyük bucaq soruşsaydı 5-ə vurardıq. Və yaxud da ki, nisbətlə verilir və deyirlər ki, qonşu bucaqlar 2/7 nisbətindədir. Bu bucaqların böyüyünü tapın. Nə edirik? Yenə 2x yazıram, toplayıram, 180-ə bərabər edirəm. Bunu da həll edib siz mənə göstərə, bildirə bilərsiniz, mesaj olaraq ata bilərsiniz. Yaxud da belə verilir. Tutaq ki, deyilir ki, qonşu bucaqlar 1/4 nisbətindədir. 1/4 nisbətindədir. Onda da yenidən x üstəgələk 4x. Buna k da deyə bilərsiniz, fərqi yoxdur. 180 bir sabit bir ədəddir. Bunu da həll edib sizdən cavablarını gözləyirəm. Cavablarını mənə göndərərsiniz. Sonra qonşu bucaqların, əsas məsələmiz qonşu bucaqların təm bölənləri arasındakı bucağın 90 dərəcə olmasıdır. Yəni, bu bütün qonşu bucaqlar üçün keçərli bir qaydadır. Qonşu bucaqlar neçə dərəcə olur olsun. Tutaq ki, qonşu bucaqlar verilib bizə. Olsun bura M, N, K. Bir dənə O şüasından iki qonşu bucaq yaransın. Bura olsun
70 dərəcə, bura olsun 110 dərəcə. Tən bölən nədir uşaqlar? Tən böləndən danışmamışıq. Tən bölən bucağı tərəfi tən bölür. Elə adından məlumdur, bərabər hissələrə bölür. Sizə tərif istəmirəm, öyrənə də bilərsiniz, fərqi yoxdur, amma belə anlasanız daha yaxşı olar. Bucağın təpə nöqtəsindən çıxır və bucağı yarıya bölən şüadır. Aha, tən bölən desək, bunu tən böldü. 70'i tən ortadan bölür, 35, 35. 110 tən bölür, deməli 55, 55. 55 ilə 35-in cəmi neçə eləyir? 90. Deməli, nə deyirik? Deyirik ki, qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90 dərəcədir. Bir də şəkli yeniləyim, bir dəqiqə. Çəkək, qonşu bucaqların tən bölənləri arasındakı bucaq, üzr istəyirəm, bucaq 90 dərəcədir. Burada olsun K, burada olsun T. Tən bölənlər arasındakı məsafə 90 dərəcədir. Sonra keçirik qarşılıqlı bucaqlara. Qarşılıqlı bucaqlar da deməli birinin tərəfi digərinin tərəfinin tamamlayıcı yarım düz xətti olan iki bucaqdır. Nə başa düşəsiniz? 2 dənə düz xətti kəsişdirək. 2 dənə düz xətti kəsişdirək. Tutaq ki, A düz xətti ilə B düz xətti kəsişdi və burada 4 dənə bucaq yaranır və bu 4 bucaqdan 2, bax adından məlumdur, qarşılıqlı bucaqlar. Qarşı-qarşıya olan bucaqlarımız bərabərdir. Bura olsun alfa, bura olsun beta, bir-birlərinə bərabər olaraq. Bura olsun fi, bura olsun gamma. Və bu bucaqlar bir-birinə bərabərdirlər. Alfa bucağı bərabərdir beta bucağına. Fi bucağı bərabərdir gamma bucağına. Sonra buradan, bax, məlum məsələdir da, görürsünüz ki, burada həm də qonşu bucaqlarda yaranır. Çünki bu bizə testlərdə kömək olur. Fi bucağına məsələn alfa bucağıdır. Sonra alfa bucağı bu yan tərəfdəki gamma bucağından da qonşudur. Və yaxud da ki, eynisi beta bucağı fi bucağından da gamma bucağından da qonşudur. Bu da sizə testlərdə kömək olacaq inşallah ki. Və qarşılıqlı bucaqları, tutaq ki, bizə misallarda necə düşə bilər? Deyək ki, alfa bucağına qonşu olan iki bucağın cəmi 100 dərəcədir. Alfa bucağına qonşu olan bucaqlarımız hansıdır? Biri bu, biri də budur. Deməli, bunların cəmi bizə verilibsə 100 dərəcə. Bunu 100'ü bölürəm 2-yə. 100'ü bölürəm 2-yə edir 50, təbii ki, bildiyimiz kimi. Deməli, bu bucaqlar 50-50'dirsə, onda alfa bucağımız neçə dərəcə olur? 130 dərəcə. Bu 130 dərəcəni hardan aldım? Çünki alfa ilə qonşu olan bucaq dedi ki, cəmləri 100'dür. Birini tapdım ki 50'dir. Burada 180 dərəcə qonşu bucaq yarandı və 180-dən 50'ni çıxdım. Belə ola bilər və yaxud da ki, bir neçə başqa formada testlərimiz ola bilər. İnşallah ki, onlarda nümunə kimi göstərərəm. Qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucaq isə 180 dərəcədir. Baxaq. Buradan hər ikisindən tən bölən keçirsəm, bax, buradan birini, buradan da bir tən bölən keçirirəm. Qırmızı xəttimiz tən bölən olsun. Burada nə yaranır? Bir dənə açıq bucaq yaranır. Elədir. Deməli, nə deyirik? Qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucaq 180 dərəcədir. Paralel düz xəttlər. Şəkil çəkək. Deməli, paralel düz xəttlər 2 dənə düz xəttin heç vaxt kəsişməməyindən alınır. Və bunlar arasındakı bucaq 0 dərəcədir. Bu düz xəttləri istədiyiniz qədər uzadanda bunlar müstəvidə kəsişməyəcəklər. Məsələn, ola bilərdi düz xəttlərimiz paralel kimi görünsün. Tutaq ki, bax, belə bir şəkil çəkim sizin üçün. Bəzən paralel kimi görünə bilər bizə. Amma biz ki, bu düz xəttləri uzatmağa çalışsaq, bir nöqtədə kəsişirlər. Onda deməli, bu düz xəttlərimiz paralel deyil. Əsas məsələ odur ki, paralel düz xəttlər nə qədər uzadırsak uzadaq, heç vaxt kəsişməsinlər. Və dediyim kimi, bu düz xəttlər arasında dərəcə 0'dır. Daha sonra keçirik perpendikulyar düz xəttlərə. Perpendikulyar düz xəttlər 90 dərəcə altında kəsirlər. 90 dərəcəyə də biz nə dedik? 90 dərəcə dedik ki, düz bucaqdır. Məsələn, olsun A parçası, buranı da gəl adlandıraq A, B. Və bir də onu qeyd edeyim ki, A və B paralelliyini göstərmək üçün bu işarədən istifadə edirik. Bunu da deyək. İndi isə paralel düz xəttlər çəkək. Məsələn, olsun burada B və 90 dərəcə. Bu işarəni gördünüzsə, bilin ki, bura 90 dərəcədir. Perpendikulyarlığı da göstərəndə A düz xətti perpendikulyardır B düz xəttinə. Paralel və perpendikulyar düz xəttlərdən danışdıq. İndi isə iki paralel düz xəttin üçüncü bir düz xəttlə kəsişməsindən alınan bucaqlardan danışaq. Deməli, bax, dediyimizi çəkək. 2 paralel düz xətt və bu düz xətti üçüncü bir xətt ilə kəsək. Aha, olsun bura
Qiymətlər verək, gəlin. Nömrəliyək daha doğrusu. 1, sonra 2, 3, 4, 5, 6, 7 və 8. Burada müxtəlif bucaqlar yaranır. İlk öncə bir tərəfli bucaqlardan danışaq. Bir tərəfli bucaqlar, deməli, adından məlumdur uşaqlar. 2 yerə bölünürlər. Daxili bir tərəf, xarici bir tərəf. Bax, daxildə yerləşən bir tərəfli bucaqlar hansılardır? 4, 5, 3, 6. Xaricdə yerləşən bir tərəflər hansıdır? 1, 8, 2, 7. Və bir tərəfli bucaqlar arasında, deməli, xarici bir tərəf, daxili bir tərəflər hansılar oldu? Daxildə yerləşən məsələn 4 ilə 5. Daxili bir tərəf, xarici bir tərəf bucaqlarımızın arasında belə bir münasibət var ki, daxili bir tərəfdə də, xarici bir tərəfdə də cəmlər 180 dərəcəyə bərabər olur. Məsələn, indi yazaq qeyd edək. Bucaq 1 ilə dedik ki, bucaq 8 xarici bir tərəfdilər və cəmləri 180-dir. Eyni ilə bucaq 2 və bucaq 7 də xarici bir tərəfdilər və 180 dərəcəyə bərabərdirlər. Sonra dedik ki, daxildə yerləşənlər bucaq 4 və bucaq 5 daxili bir tərəfdilər, 180 dərəcəyə bərabərdir. Eyni ilə 3 və 6 da daxildə yerləşən daxili bir tərəf bucaqlardılar. Sonra yaranan digər bucaq isə çarpaz bucaqlardır. Çarpaz bucaqlar da daxili və xarici olmaqla 2 qrupa bölünür. İndi gəlin yenidən baxaq. Çarpaz, bax adından məlumdur, çarpaz. Daxildə çarpaz olaraq yerləşən bucaqlarımız hansıdır? Baxın, 6, 4. Sonra 3, 5 daxildə yerləşənlər. Xaricdə yerləşənlər hansıdır? 2, 8, 1, 7. Bunlar da deməli xarici çarpazlardır. Bir də qeyd edək. Deməli, daxildə yerləşən çarpaz bucaqlarımız hansılardır? 4, 6, 3, 5. Xaricdə yerləşən 1, 7, 2, 8 xarici çarpazlardır. Yazaq. Deməli, bir dəqiqə şəkil belə göstərək. Bucaq 4 ilə bucaq 6 bərabərdir. Deməli, nə oldu? Daxili bir tərəf, xarici bir tərəf bucaqların cəmi 180 idi. Amma xarici çarpaz, daxili çarpaz bucaqlar bir-birlərinə bərabər olurlar. Yəni, daxili çarpaz olan bucaqlar 4 ilə 6, 3 ilə 5 bir-birinə bərabərdir. Bir dəqiqə. Bərabərdirlər. Və eyni ilə bir saniyə, deməli bucaq bunlar oldu. Deməli bunlar deyəndə bunlar daxili çarpaz. İndi isə qeyd edək xarici çarpazları. Belə edim, siz də şəkli görə biləsiniz. 1 ilə 7, sonra xarici çarpazın biri də 2 ilə 8-dir. Bir-birlərinə bərabərdilər. Sonra uşaqlar, buradan yaranır uyğun bucaqlar. Uyğun bucaqlar nədir? Uyğun bucaqlar, sizə belə izah edeyim. Uyğun bucaqlar məsələn, tutaq ki, bizə bir bucağını köçürmək lazımdır. Bu bizim qarşımıza testlərdə çıxır. İnşallah ki, həndəsənin testləri ilə bağlı da bir video hazırlayacağım. Məsələn, bir bucağını köçürməliyik. Bir bucağını köçürsək, baxın, hara düşəcək indi bir bucağını düşürsək. Bir bucağını köçürəndə gəlir 5 bucağı ilə üst-üstə düşür. Yəni uyğun bucaq deyəndə bir-birinə bərabər olan, köçürmədə gəlib üst-üstə düşən bucaqları nəzərdə tuta bilərsiniz. Yəni belə qısa olaraq belə yadınızda saxlaya bilərsiniz. Bizim burada uyğun bucaqlarımız hansılardır? 1 ilə 5, sonra 4 ilə 8. Digər tərəfdə uyğun bucaqlarımız 2 ilə 6, 3 ilə 7 uyğun bucaqlarımızdır. İndi mən onları da qeyd edim. Deməli, dedik ki, 1 ilə 5, sizdə görün şəkli, ona görə belə düşürdürəm, 1 və 5. Bunlar da yenə bərabərdirlər. Sonra 4 ilə 8, şəkili aşağı yuxarı edirəm ki, siz də görəsiniz. Sonra, baxın, 2 ilə 6, 1, bax, sürüşdürmə eləsəm, gələcək 2, 6 ilə üst-üstə düşəcək. 2 ilə 6, sonra 3 ilə 7, 2 ilə 6, sonra da 3 ilə 7 uyğun bucaqlar adlanır. Dediyim kimi, bunun üçün də izah paylaşaram. Bir neçə nümunə sual paylaşaram. Orada sualları görərsiniz. İstəmirəm, dərs videosu biraz uzun alınmağını istəmirəm. İstəyirəm, qısa olaraq məlumatlandırım sizi. Tərəfləri paralel bucaqlar. Deməli, adından məlumdur. Tərəfləri bir-birinə paralel olacaq. Məsələn, bizə belə bir, deyək ki, bucaq verilsin. Bura olsun A, bura olsun B, burada olsun alfa. Sonra bizə bir dənə də belə bir, deyək ki, bucaq verilib. Burada olsun, tutaq ki, C və burada D. Bayaq nə dedik? Deməli, tutaq ki, bizə belə bir şəkil verilib, uyğun tərəfləri paralel. Bayaq dedik ki, paralellik işarəsi bu cür göstərilirdi. Və bu bucaqlarımız eyni adlı, deməli, əgər eyni adlı deyirsə, orada alfa bərabərdir betaya. Eyni adlı olduqda. Eyni adlı. Amma yox, tutaq ki, deyərdi, müxtəlif adlıdır. Müxtəlif adlıda isə artıq cəmləri 180 dərəcəyə bərabər olurlar. Məsələn, gəlin buna da nümunə göstərək. Belə bir bucaq verilsin. Yenə deyək ki, adlandırım A və B adlandırım buranı. Digərdə olsun, belə bir şəkil olsun. Bir dəqiqə, uşaqlar, istəyirəm ki, tam yaxşı bir şəkil alaq. Ən azından tərəfləri paralel olsun. C və deyək, buranı da D. Yenə eyni şərtdir. A C-yə paraleldir, B D-yə paraleldir və bura olsun alfa, burada olsun beta. Əgər müxtəlif adlı deyirsə,
Müxtəlif adlı və yaxud da ki, deyir uyğun tərəfləri paralel bucaqlardan biri 80 dərəcədir, digər böyük bucağı tapın. Burada artıq böyük bucaq tapın deyəndə düşünmək lazımdır ki, yəni böyük deyirsə deməli bunların cəmi 180-dir. Amma desəydi məsələn bucaqlarımız eyni dərəcəlidir, biri 80-dirsə digərini tapın. Artıq onda deyirsiniz ki, hə, eyni adlıdırsa, deməli bu da 80-dir. Və yaxud da misalda deyə adını çəkə bilər ki, müxtəlif adlı bucaqlardır, biri 80-dir, digərini tapın. Yəni hər ehtimala diqqətli olmaq lazımdır. Eyni adlı, müxtəlif adlı dedikdə nələr olur? Eyni adlı deyirsə deməli bərabərdirlər, amma müxtəlif adlı deyirsə cəmləri 180 dərəcədir. Müxtəlif adlı. Burada da olur alfa plus beta bərabərdir 180 dərəcəyə. Eyni uyğun tərəflər perpendikulyar olan bucaqlar da bu qaydanı ödəyir. Uşaqlar necə eyni qaydanı ödəyir? Burada da əgər eyni adlıdırlarsa bərabərdirlər, müxtəlif adlıdırsa 180 dərəcəyə bərabərdir. Gəlin şəkil nümunəsi ilə göstərək. Tutaq ki, indi yenə bizə bir dənə bucaq verdi. Bura olsun A, bura B və sonra yenidən bir bucaq da verir. Belə deyək. Biraz belə çəkin. Bura olsun C, bura olsun D. Buranı da adlandırım. Birini alfa deyək, birini beta deyək. Beta. İndi deməli burada A perpendikulyardır C ilə. Perpendikulyarlıq işarəsində artıq öyrəndik yəqin ki C. Və burada B də D ilə perpendikulyardır. B də D ilə perpendikulyardır. Əgər eyni adlıdırsa, məlum məsələdir. Şəkildən də görürsünüz ki, bunların hər ikisi iti bucaqdır və bunların cəmi 180 ola bilməz təbii ki. Elə görünür, bax şəkildən görünür ki, bunlar bir-birinə bərabərdirlər. Yəni bunların hər iki iti bucağın cəmi 180 dərəcə verə bilmir. Ona görə də elə baxan kimi görürük ki, alfa bərabərdir betaya. Yenə eyni adlıdırsa bərabərdirlər. Məsələn, deyək ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri 50-dir, digər bucağı tapın. Əgər burada deyirsə uyğun tərəflidir, onda eyni adlıdır deyirsə 50-yə bərabərdir. Və yaxud da desəydi böyüyünü tapın bucaqlardan biri 50-dir, böyüyünü tapın, onda 180-dir cəmləri və digər bucaq 130 olur. Və yaxud da elə misalımızın özündə deyək ki, müxtəlif adlı. Müxtəlif adlıya da gəlin şəkil nümunəsi çəkim. Biraz da ondan da danışaq. Baxın, deməli bizə belə bir bucaq verildi A, B və bir dənə də belə biraz şəkil istəyirəm. Bir dəqiqə doğru alındırım. Aha, deyək ki, burada olsun C və D. A ilə C bucağı perpendikulyardır. B ilə də D. Burada olsun alfa, burada olsun beta. Görürsünüz, biri iti, biri kör bucaqdır. Bunların cəmi də 180 dərəcəyə bərabər ola bilər. Müxtəlif adlı deyirsə, bax uşaqlar diqqətli olun. Burada eyni adlı idi. Eyni adlı qoy yan tərəfə yazım. Çünki bu PDF-ləri dərslə bərabər şagirdlərimə yönləndirirəm. Eyni adlı. Deməli, bu da oldu müxtəlif adlı. Bir dəqiqə. Müxtəlif adlı. Aha. Sonra bucaqlar arasında münasibətlər üçün bəzi düsturlarımız var. Onlardan da inşallah ki, növbəti videoda danışacağım. Hələlik bu qədər. Həndəsənin əsas anlayışlarından bacardığım qədər çox qısa, daha anlayışlı bir video hazırlamaq istədim sizlər üçün. İnşallah ki, bəyənərsiniz.